Sabahınız xeyirli olsun dəyərli qrup üzvləri, Telegram Siqnal kanalı üzvləri və YouTube kanalı izləyiciləri. Dünən qızıl, o qədər də sürətli bir hərəkət almadı. Sadəcə yavaş-yavaş tədricən aşağı doğru istiqamətlə davam etdirdi və biz 4688-lərdən satış əməliyyatlarını icra etmişdik, paylaşmışdıq və eyni zamanda 4703-lərdən də satış əməliyyatları Siqnal kanalında paylaşmışdıq. Təbii ki, riskli alışlar və satışlar da həm 4730-lardan riskli alışlar, həm 4703-lərdən riskli satışlar. Gördüyünüz kimi hal-hazırdakı bu baylar, buy stoplar, yəni dünəndən qalan baylar və buy stoplardır. Əslində deyək ki, bunların bir çoxları gəlirlə nəticələnib. Yəni qiymət İlk öncə 4718-lərə qədər gəlib. Buradakılarda gəlirlər var. Sonra yuxarı doğru istiqamətində 4712-lərdə bunlarda da gəlir vardı. Demək, dünən axşam saatlarına alışlardan deməli bunlarda da gəlirlər olub. Yəni dəyməmişik, saxlamışıq. Yəni gördünüz bütün bu əməliyyatları bugün bir əməliyyatla bunun 2-3 qatını çıxardarıq. Yəni bir əməliyyat verib gələn gəlirin bu açılan əməliyyatların yəni 3 qatından daha çox olacaq. Yəni indi biz gözləyirik ki, qiymət aşağı doğru istiqamətdən davam etdirsin, yəni doysun. Demək, hardasa 4000 yəni yadınızda saxlayın 4655 çox güclü bir dəstək xəttidir. Support xəttidir. Yəni support xəttidir, dəstək xəttidir. Yəni bundan aşağı formalaşsa qızılın yenidən enmə ehtimalı böyükdür. Amma 4655-50-55-lərdən qayıtsa sürətli bir hərəkət olacaq. Yəni qeyri-stabil hərəkət edir dünəndən. Biz də bu əməliyyatları açmışıq. Və əslində 4 saatlı zaman intervalında ümumi istiqamət aşağıdır. Biz sadəcə trendin əksinə əməliyyat açmışıq. Yəni bu istiqamətdə qiymətin yəni aşağı gəlmə ehtimalı, yəni hansı nöqtəyə qədər gəlməsi haqqında məlumat verim sizə. Yəni bu deyək ki 4655-dən sonrakı hədəfi 4618-lər olacaq. Yəni bunu qeyd edin özünüz üçün. Yəni o da bu gün yəni o nöqtəyə gəlsə qısa zaman ərzində gəlir. Yəni buradan təkan götürə bilər. Hələ ki səhər saatlarıdır və satış əməliyyatları üçün biraz yəni tez deməzdim. Yəni yeni bir minimum vuracaq. Yəni belə bir minimum vuracaq. Hardasa bir 10 dollarlıq bir eniş olacaq. Yəni amma yəni bütün kütlə baya fokuslanır və buy əməliyyatlarını gözləyir. Keçək biz buy əməliyyatları təbii ki, bugün buy əməliyyatları harda olacaq? Yəni günün ikinci yarısından sonra buy əməliyyatlarına biz üstünəyik. Amma hazırki vəziyyətdən alış əməliyyatları demək 4676-lardan sonra gələr. Bu da arası bir 15-20 dollarla bir yüksəliş olar. Hələ bu vəziyyətdə əgər yuxarı qalxarsa, amma belə demək olar ki 4665-dən və hardasa 7-8 yəni 10 dollarla bir eniş gözlənilir. Keçək biz gümüşə. Gümüş dünən satış əməliyyatları vermişik. 1-2 dənə satış əməliyyatı, yəni xırda yəni gəlirlərlə nəticələnib. Yəni bazar belə deyək də, dünən çox aktiv, sürətli olmadığı üçün bizim açdığımız lotlara baxın uşaqlar. Yəni nə üçün? Bu nə üçündür? Yəni sadəcə testlər üçündür. Yəni bazarı test etmək üçün. Əslində satış əməliyyatları biz 4703-lərdən demişdik. Yəni bu yavaş-yavaş süzüldü, aşağı gəldi. Yəni deyək ki, əməliyyatlar yəni 0,1-lərdir. Bunun da elə ki, toplam deyək ki, zərəri 200-300 dolları keçmir. Amma biz yəni bir əməliyyat verib, yəni indi zamanı gözləyirik, siqnalı gözləyirik. Bir əməliyyat verib və bunların yəni 3-5 qatını gəlirlə yəni bazardan çıxarıq. Keçək biz gümüşə. Gümüş amma qızıla nisbətən daha çox indi. Biz bu haqda söhbət açmışdıq. Yəni gümüşün hansı nöqtədə satış əməliyyatları haqqında məlumatı paylaşmışdıq. İndi hal-hazırdakı vəziyyətdə baxaq yəni gümüş hansı istiqamətdə hərəkət edir.
Gümüş də bugün 74-dən aşağı formalaşsa, qısa zaman ərzində 71-850-lərə qədər, yəni enməsi gözlənilir. Əks təqdirdə isə demək ikinci şamdan sonra təsdiqlə 77-lərə qədər yüksəlməsi gözlənilir. Bu da nəzər çatdırım ki, bu da yəni baş verəcək günün ikinci yarısından sonra. Hər iki ümumi istiqamət aşağıdır. Belə, deməli evro dollar, funt dollar dünən alış əməliyyatları haqqında məlumat vermişdik. Alışlar oldu. Ən azından 200 pips qalxdı yuxarı. Bugün alış əməliyyatları haqqında məlumatı verim sizə. Alış və satış əməliyyatları hansı nöqtələrdə biz alış verə bilərik. Bugün alışlar 1.17-300-lərdən evro dollardadır. Satışlar isə 1.17-lərdən gələcək. Funtun dollar rəqabətində isə biz dünən bu nöqtələrdə alış əməliyyatları demişdik və kifayət qədər qalxdı. Nə qədər qalxdı? Hardasa burada 200 pipsli bir hərəkətlə yaddaşlarda qaldı. Bugün demək alış əməliyyatları 1.35-450-lərdən, satışlar isə 1.35-100-lərdən gələcək. Bitcoin-ə gəldi desə uşaqlar. Bitcoin-də dünən biz nə etdik? Dünən alış əməliyyatları haqqında sizə məlumat vermişdim və eyni zamanda mən də alış əməliyyatları etdim. Amma yəni baxmayaraq ki, qiymət 500 pipsə yaxın yüksəldi. Nə sığortaladım, nə də ki, yəni fikrim oldu ki, ümumiyyətlə baxmadım. Çünki qızıla fokuslanmışdı, Bitcoin-dən xəbərim yox idi. Yəni 500 pipsə qədər qalxdı, amma bağlamadım. Müəyyən eyni zamanda Bitcoin-də açan əməliyyatlar, yəni əksəriyyəti bağladı. Sonra axşam saatlarında yenidən bay verdi. Yəni bu bayda demək, bu da 500 pipsi yuxarı doğru istiqamət alıb, bunu da bağlamamışıq, yəni saxlamışıq. Əslində sığortalaya bilərdik. Sadəcə olaraq yorğun olduğundan, iş çoxluğundan, baş qarışıq olduğundan baxmamışam buna. Ki, sadəcə olaraq gözləyirəm ki, yüksəlsin, biz əmin əməliyyatları bağlayaq. Bugün nələr baş verəcək? Yəni bu haqda, bu bay haqqında məlumat vermişdim sizə, yuxarıdakı bay haqqında. Qrupda da paylaşmışdım. Yuxarıdakı baylar haqqında qrupda da paylaşmışdım. Deməli, Bitcoin 78, deməli, riskli baylar burada, deməli, qızılda, erkən baylar, 78-dən Bitcoin-da, ondan qabaq da paylaşmışdım, yoxsa paylaşmamışdım, dəqiq yığımda deyil. Amma baxaq görək bu neçədədir. 77, 800-lər, deyəsən haradasa paylaşmışdım, 77, 800-lərdən haradasa erkən hansısa kanalda paylaşmışdım, dəqiq yadımda deyil. Yəni alışlar bugün 77, 200-lərdən alışlardır, satışlar isə 76, 500-lərdən olacaq. Belə digər cütlüklərə gəldikdə isə hansı cütlükdən danışaq? Neftdən danışaq, neft uşaqlar. Neft əslində yenə, yəni bu xırda-xırda qalxışı, ümumiyyətlə istənilən bir cütlüyün xırda-xırda qalxışı çox təhlükəlidir. Yəni sürətli enişlər qalxışlara səbəb olur. Sürətli qalxışlar da enişlərə. Amma təməl-təməl, incə-incə, yavaş-yavaş, yəni qalxışlar və yaxud da enişlər bu uzun müddətli ola bilir. Yəni bugün xəbərlərə baxıb bilmək olar ümumi istiqamət nədir, yəni nə olacaq? Satışlar, alışlar gələcək 110-80-lərdən, satışlar isə 107-lərdən gələcək. Gəlin biz burada bu nöqtələri müəyyən edək və 107-lər budur. Və baxaq görək nələr baş verəcək. Keçək biz yəni digər cütlüklərə. Digər cütlüklərdə Ethereumdur. Ethereumda da Bitcoin kimi aşağı süzülüb. Ethereumda da alqı-satqı edənlər var. Ethereumda da biz, yəni sizin üçün satış əməliyyatları yenidən 2272-lər satış əməliyyatları, alışlar isə 2300-lərdən gələcək. Belə, gəlin biz yenə qızıla baxaq. Qızılda, yəni əsasən də satışlar 4660-lardan gələ bilər, amma mən bunu paylaşmıram. Baxaq görə ümumi istiqamətə. Yəni hələ ki qeyri-müəyyənlikdir deyənə biz
siqnal kanalında siqnalların sayını biraz azaltmışıq. Bazar formaya düşəndən sonra yenidən siqnalların sayını çoxaldırıq. Belə əzizlərim, bu təbii ki, bu əməliyyatlar sizin üçün də maraqlı olacaq. Yəni görə biz bunu bir əməliyyata və yaxud da 2 əməliyyata bunun 3 qatını, 5 qatını gəlirlə bağlaya bilirik, yoxsa bilmirik. Gəlin baxaq görə günün sonuna qədər nələr baş verəcək. Hələlik özünüzə yaxşı baxın.